Çox vaxt belə olur. Müştəri gəlib deyir ki, qaba inşaata kimsə 250 dedi, siz 270 deyirsiniz. Başqa birisi soruşur ki, orada ucuzdur, bəlkə orada eləyin. Baxın, biz də bilirik ki, ucuz sözü insanın qulağına çox xoş gəlir. Hamı istəyir ki, evinin tikinti, təmirini daha az xərclə başa vursun. Amma bir həqiqəti açıq demək lazım. Ucuz qiymət həmişə keyfiyyətli anlamına gəlmir. Gəlin düşünək. Əgər sənə əvvəlcədən ucuz qiymət deyirlərsə, işin gedişatında gizli xərclər çıxarıla bilər, keyfiyyətsiz materiallara üstünlük verilə bilər və işə nəticə yönümlü yanaşılmaya bilər. Və beləliklə bir çox insan ucuz qiymətə razı olub, işin ortasında əlavə xərclərlə üzləşir. Və yekunda 250 deyən şirkət sənə hələ 300 manata başa gəlir. Və ən pisi əsəb, vaxt itkisi və keyfiyyətsiz işlə üzləşirsən. Bundan başqa qaba inşaat evin əsasıdır. O dayanıqlı və güclü olmalıdır. Bu məsələdə ucuza qaçmaq gələcəkdə əməlli başlı problem yarada bilər. RF Construction isə bu işə fərqli yanaşır. Biz qiyməti sizə əvvəlcədən real və şəffaf şəkildə deyirik. Sonradan bunu da əlavə eləyək, o da olacaq kimi hilələr yoxdur. Çünki bizim üçün əsas məsələ sizin bizə olan güvəninizdir. Əslində qiymət 20 manat ucuz, 20 manat baha məsələsi deyil. Əsas məsələ budur. Ev tikilib qutarandan sonra siz orada rahat olacaqsınız. Ailənizin yaşadığı məkan sabit, möhkəm və keyfiyyətli olacaq. Belə, biz bunu ucuz sözlərlə aldatmaqla yox, keyfiyyət və dürüstlüklə edirik.